Hər kəs salamlayıram. Gününüz xeyirli, uğurlu olsun. 20 kuza sürənlər soruşur ki, maşından gurultu gəlir, ördək səsi gəlir. Baxın. Ördək gurultu səsi gəlir. Soruşurlar ki, bəs bu nəyin səsidir? Bax, tormuzu basmışam. Tormuzu basandan sonra səs gəlirsə, bu nədir? Bu demək, tormuzun sistemə hava düşüb. Görürsünüz? Ördək səsi gəlir. Soruşurlar ki, bu səs nədir? Bu səs tormuzun sistemə hava düşəndə olur. O da hava düşməyə nədən ola bilər? Zamok açıq olanda, maşın işlək vəziyyətdə onda ABS-in şeyini, jıtkısını açırsan, onda krışkadan hava girir. Və ya ABS-i dəyişəndə sistemin içində şey dabafka edirsən, antifriz jıtkıs dabafka edir. Jıtkıs dabafka eləyəndə bu səs gəlməyə başlayır. Ona görə nə etmək lazımdır? Aparmaq lazımdır servisə, ABS-in havasını, tormuzların havasını çıxartmaq lazımdır. Tormuzların havasını çıxardandan sonra da kardirovka eləmək lazımdır. Haradasa bu xidmət haqqı 10 manat 20 manat arasıdır. Lüboy bir plus servisdə bunu eləyirlər. Tormuzu basanda ördək səsi gəlirsə, tormuz biraz zəifsizsə, demək problem bundadır.